Hər kim ki bu iki üsulla qarğıdalı hazırlayacaq, inanın ki, həyatı boyunca peşman ola bilməz. Ləzzətül haşiyə inanılmaz ləzzətli bir şeyə çevrilir. Bunu yoxlamaq üçün sürətli bir şəkildə 2-3 dənə qarğıdalı götürürsüz. Mən qarğıdalıları təzə Möcüzə Marketdən almışdım. Gördüyünüz kimi qarğıdalılar möhtəşəm bir vəziyyətdədir. Ümumiyyətlə mən qarğıdalıları bazar tipli yerlərdən almağınızı məsləhət görürəm. Bu supermarketlərdə falan onlarda yaxşı olmur, özünüz də çox yaxşı bilirsiniz. Nəysə, bu qarğıdalıları qaynatdıqdan sonra ayrı bir qabda pul biber, yağ, duz, istiyot, tomat qarışımı əldə edirsiniz. Siz istədiyiniz baharatları əlavə eləyə bilərsiniz, amma mənim məsləhət gördüyüm, elə sizə göstərdiyimdir. Qəşşəkcənə hər yerinə bu tomat sosunu sürtüşdürüb atırıq fırına. Hardasa 45 dəqiqə 180 dərəcədə yaxşı olar məncə. Hərədə soba fərqli olduğu üçün belə olmağı məsləhətdir məncə. Bundan əlavə tava götürürük və qalan tomat sosunu ora əlavə edirik. Tomat sosuna biraz su əlavə edirik. Daha sonra qarğıdalıları içinə atırıq. Suyu çəkilənə qədər qarğıdalıları tomat sosunda saxlayırıq. Tomat sevib bunu bəyənməyən olsa, TikTok, Instagram hər yerdə silirəm özümü. Çox dadlı olur söz nəslin mənasında. Göz haqqınızı halal edin dostlar. Videomu bəyəndinizsə bəyənin, paylaşın, kayd edin, yaddan çıxmasın. Sevilirsiniz, sağ olun.